Kim gəlir bura? Pakistanlı, Pakistan milli komandasının mərkəz müdafiəçisi İqbal Abdullah. Yox, yox, bu Azərbaycanlı İqbal deyil, Pakistanlıdır dedim axı. 23 yaşı var, Danimarkada anadan olub, Melbö klubunda oynayır. Qarabağ danışıq aparır. Transfer marketdə dəyəri 2 milyondur. Rəşad Sadıqov gedəndən sonra Qarabağda mərkəz müdafiəçisi ilə bağlı müəyyən problemlər var. Niyə problemlər? Əslində müəyyən dövrlərdə bəzi futbolçular oynayıblar, heç də pis təsir bağışlamayıblar. Ancaq stabillik çatmır həmin o mərkəz müdafiəçilərində. Rəşad Sadıqov necə idi? Qarabağda, meydanda Qurban Qurbanovun köməkçisi idi elə bil. Məşqçi idi. O oynadırdı komandanı. Bizə belə bir futbolçu, mərkəz müdafiəçisi lazımdır. Bilmirəm indi İqbal həmin o bizim ümidlərimizi, daha doğrusu bizim də yox. Qurban Qurbanovun ümidlərini doğrulda biləcək yoxsa yox, bunu zaman göstərəcək. Ancaq bir məsələ var. Səncə hazırda Qarabağa mərkəz müdafiəçisi hücumçudan daha çox lazımdır? Bildiyim qədər 3 mövqeyə dedilər ki, Qarabağ transfer eləməlidir. Onlardan biri mərkəz hücumçusudur, biri mərkəz müdafiəçisidir, biri də dedilər sol cinah vingeri deyəsən axtarırlar.